Salam şagirdlər, bu günlərim sizlərlə Turan Tədris Mərkəzində keçirilən 5-ci siniflər üçün olan sınavın izahına baxırıq. İlk sualla başladıq. Deməli, ilk sualımızda nə deyir? 28 bölünsün 2x topla 5 bərabərdir 4. Deməli, bu sualı həll etmək üçün İnşallah məchul böləni tapmaq üçün bölünəni qismətə bölmək lazımdır. Digər yandan belə də düşünə bilərik. Yəni 28-i neçəyə bölsəm əgər cavab 4 alınar. Deyib tapmaq üçün 28-i 4-ə bölürük ki, həmin ədədi bilək. Yəni 2x topla 5 dediyimiz ədəd 28 bölünsün nəyə bərabər oldu? 4-ə. Buradan aldıq ki 2x topla 5 bərabərdir. 28-i 4-ə böləndə 7. Bərabərliyin hər iki tərəfindən eyni ədədi çıxdıqda bərabərlik pozulmur. Yəni belə ifadə alınır. 2x topla 5 çıx 5 bərabərdir 7 çıxılsın 5-ə. Bu 5-lər getdi. 2x bərabəri 7-dən 5 çıxdıq 2-yə. Buradan da x-i tapmaq üçün bu 2-ni 2-yə bölürəm. Məchul vurğu taparkən hasil məlum vurğa bölünür. Yəni 2 hasilimizdir, məlum vurğumuz da 2-dir. 2-ni 2-yə böldük 1. Tənliyi həll elədik. 1. Keçdik digər suala. 40 ədədinin 60%-i 50 ədədinin 70%-dən nə qədər azdır? Əvvəlcə 40-ın 60%-ni tapaq. Nə edirdik? 40-ın 10%-ni tapıb 6-ya vurduq. 40-ın 10%-ni taparkən də 40-ı 10-a nə etmək lazımdır? Bölmək. 4. 6-ya vururam. 4 vur 6-dan. Cavab neçə edir? 24. 50-nin 70%-ni tapmaq üçün 10%-ni tapıb 7-yə vururam. 50-nin 10%-ni taparkən 10-a bölündü 5. 5-i də 7-yə vurduq. Neçədədir? 35. Deyir ki, bu 40-ın 60%, yəni 24. 50-nin 70%, 35-dən nə qədər azdır? Qədər deyirsə çıxırıq. Yəni 35 çıxılsın 24. 11 qədər azdır. A variantı. Digər sual. 24-ü bölməliyik 3/5-də 1. İfadəsinin qiymətini onluq kəsr şəklində göstərin. Gəldik. 24-ün yerinə 1-də 24 yazdım. Bölünsün 5-də 5 vur 3, 15 üstə gəl 1, 16. Nə zaman vurma və bölmədə qarışıq ədəd gördüksə, dərhal onu düzgün olmayan kəsrə çeviririk. Kəsri kəsrə bölərkən birinci kəsr olduğu kimi qalır, ikinci kəsr tərs çevrilib vurulur. Burada 24 ilə 16-nı ixtisar etsək 8-ə, 3 bura, 2 bura. Cavabımız 3 vur 5. 15 bölünsün 1 vur 2-də 2. 5-ə vursam həm sürəti, həm məxrəci. Onluq kəsrə gətirmək istəyirəm. Çünki məxrəci 10-un qüvvəti şəklində olmalıdır. 10. 15-i də 5-ə vurdum 75. 75-i də 10-a böləndə cavabımız A bəndi 7, 10-da 5. Keçdik digər suala. İndi %1-ə vurun. Bu tipli vurma əməllərində vergül nəzərə alınmadan 42-ni 1-ə vurduq. Elədi 42. Vergüldən sağda ümumilikdə neçə rəqəm var? 3. Vergül 3 vaid sola çəkilməlidir. 1, 2, 3 deyirəm. Bunda olur, bura 0 əlavə etməliyəm. Vergül bura atılmalıdır. O zaman tamın 0-ı da qoyulmalıdır. Yəni cavabımız olur 0/42. B bəndi. Keçdik. Ədədi şua üzərində ən sağda yerləşən ədədi göstərin. Şurada ən sağda yerləşən ədəd ən böyük ədəd olar. Soldakı kiçikdir, sağdakı böyükdür. Amma vergüldən sağdakı rəqəmlərin sayı eyni deyil. Eyniləşdirirəm. Sıfırlar əlavə etdim. Deməli, burada 4 rəqəm, burada oldu 4 rəqəm. Burada 4 var, burada 3 var. Şurada hər birinin tamına baxsaq tamı 6-dır. Onda birlər mərtəbəsindən böyük olan böyük olacaq. Yəni 2 mi böyükdür yoxsa 1 mi 0 mı? Təbii ki 2-lər böyükdür. Onda bu 3 variantı çıxdı. Sonra %1-lər mərtəbəsinə baxıram. Buradakı rəqəm 8-dir, buradakı rəqəm 0-dır. Hansı böyükdür? 8. Ən sağda yerləşən ədədimiz deməli 6/28. 12 manatın 3-də 2 hissəsini tapın. Ədədin hissəsini taparkən ədəd hissə göstərən kəsrə vurulur. Və yaxud da hissə göstərən kəsrin məxrəcinə bölünüb sürətinə vurulur. 12-ni 3-ə böldüm 4. 4-ü 2-yə vurdum 8 manat. Və yaxud da 3 ilə 12 ixtisar getdi. 1, 4. 4 vur 2-dən cavab 8 böl 1, yəni 8. Digər suala keçid elədik. 27 nömrəli sual. Nə deyir burada bizə? A buna bərabərdir, B də buna bərabər. 3A topla B. Yəni 3 vur 5. Üstə gəl 3/8-də 7. Şöyle 3/8-də 7 də uşaqlar. 3 topla 8-də 7 deməkdir. 3-ü 5-ə vurdum. 15. Üstünə 3 gəldim. 18. Topla 8-də 7. Bu da qısa şəkildə 18/8-də 7 kimi yazılır. İndi 8-dən 2/8-də 5-i çıxmalıyıq. 8-in uşaqlar kəsr hissəsi yoxdur. Ona görə tamından bir vaid götürdüm. Onda 8 özü bir vaid azaldı. Yanındakı kəsri də uşaqlar n böl n hər bir ədədi yaza bilərsən. Yəni istəsən 5 böl 5 yazarsan, amma bu kəsrin məxrəci 8 olduğuna görə
Mən o 1 tamın yerinə 8 böl 8 yazdım. Çıx 2 tam 8-də 5. Mesela tamından tamını çıxdıq. 7-dən 2 çıxdıq 5. 8-də 8-dən 8-də 5 çıxdıq 8-də 3. Cavab A bəndi 5 tam 8-də 3. Sonra keçdik digər suala. Deyir ki 522-də 54 kəsini ixtisar edin. Neçəyə bölünərlər? Rəqəmlərinin cəminə baxsaq, rəqəmləri cəmi 9 edir. Burada da 9 edir. Yəni 3-ə də bölə bilərik, 9-a da bölə bilərik. İndi seçim sizə qalıb. Gəl neçəyə bölək? 3-ə bölək də. 3-ə böləndə 18. 5-i içərisində 3. Bir dəfə burada 222 qalır. 222-nin içərisində 3 74. 174-də 18 alındı. 2-yə ixtisar edirəm indi. 9. Bu 174-ü də 2-yə böləndə 90 eləməz 87. 87-də 9 mu aldıq? Bəli. Bir daha da 3-ə ixtisar gedərlər. 3. Bunu da 3-ə böləndə 29. 29-da 3 bitdi. Deyir ki, sürət və məxrəcinin cəmini tapın. Yəni 29-da 3-ü topla deyir bizdən. 29-da 3-ü topladıq. Doğru cavab A bəndi 32. Kəsirin tam hissəsini tapın. Deməli 405-i nə edirik? 7-yə bölürük. 40-ın içərisində 7, 5 dəfə. 5 dəfə 7-nin 35. Çıxdım 5. 55-in içərisində 7, 7 dəfə. 8 dəfə çox olar. 7 vur 7, 49. Çıxdım. 6 elədi burası. Yəni cavabımız 57 tam 7-də 6. Yəni natamam qismət tam olan hissəyə qalıq. Sürətə məxrəcdə olduğu kimi qalır. Bu ədədin tam hissəsini tapın. Tam hissəsini ayırın. 57 tam hissəsi. Fərq 24 çıxılan 89 olarsa. Deməli necədir çıxmada algoritma? Ardıcıllıq yəni. Azalan, çıx, çıxılan bərabərdir nəyə? Fərqə. Bu ardıcıllığı bilməliyik. Bunu bilməsək olmaz. İndi fərq 24-dür. Yəni bu hissə 24-dür. Çıxılan 89-dur. Azılanı tapın. Azılanda x deyim. Sonra məchul azılanı taparkən fərq ilə çıxılan toplanılır. X bərabəri 89 üstə gəl 24. Bu da neçə edir? 113. Cavab Y bəndi. Keçilədik digər sual. 32 nömrəli sual. Deyir ki, A, C, D, B nöqtələri yazılan ardıcıllıqla düz xətt üzərində qeyd olunur. Düz xətt çəkək. Burada A yazılan ardıcıllıqdır. C A nöqtəsi, bir daha yazın. C nöqtəsi, sonra D nöqtəsi, ən sonunda da burada olsun B nöqtəsi. İndi AB 29-dur. Yəni buradan bura qədər uzunluq 29-a bərabərdir. BD deyir 9-dur. Hanı BD? Bu hissə deyil mi? Bu hissəsinə biz nə dedik? 9 dedik. AC burası 14-dür. CD'ni tapın. CD'yi də x desək. Şurada parça öz daxili nöqtələri ilə bölündüyü bu 3 dənə parçanın cəminə bərabərdir. Yəni 14 üstə gəl, x üstə gəl 9 bərabərdir 29-a. 14-ün üstünə 9 gəldi. Alındı ki, buradan x üstə gəl 23 bərabər 29-a. Buradan da məchul toplananı taparkən cəmdən məlum toplananı çıxırıq. X bərabər 29 çıx 23. 6 sm yəni. Sonra keçdik digər suala. Digər sual. Məchul azılanı taparkən fərq ilə çıxılan nə edir? Toplanılır. X bərabərdir 478 topla 323. Toplasaq 8 ilə 3-ü toplayanda 1 yazdım 1 yadda. 7 ilə 2 9 1 də yadda 10. 0 yazdım yenə 1 yadda. 4 ilə 3 7 yaddakı 1 ilə 8 801 cavab Y bəndi. Ədədində neçə minlik var? Şöyle sayırız bax. Təklik, onluq, yüzlük, minlik. Minliyin altından nöqtəni qoydun, xətti sola doğru çəkdin. Yəni bu ədəd sayda minlik var. 52748 dənə minlik var. Minlik mərtəbə vahidini soruşmur. Durub 8 yazanlara görə deyir amma. Minlik mərtəbə vahidini soruşmur. Minlik mərtəbə vahidində duran ədəd neçədir? Misal üçün, rəqəm neçədir və yaxud da. Minlik mərtəbə vahidi 8-ə bərabər. Amma neçə minlik var deyirsə sayırıq. Təklik, onluq, yüzlük, minlik. Misal üçün 5249 ədədində. Neçə təklik var? Təklik, xətti çəkdim sola. 5249 dənə. Neçə onluq var? Təklik, onluq. Nöqtəni qoydum, xətti çəkdim sola və ədədi oxuyuram. 524. Neçə yüzlük var desə? Təklik, onluq, yüzlük. Nöqtəni qoydum, xətti çəkdim sola və oxuyuram bu mavi xəttin üstündəki. 52. Neçə minlik varsın desə? Təklik, onluq, yüzlük, minlik. Neçə də minlik var? 5 dənə.
Neçə 10 minlik var? Yoxdur 10 minlik. 0 dənə. %1'lərə qədər yuvarlaqlaşdırın. Təklik, onda 1, %1. %1'lər mərtəbəsinə qədər yuvarlaqlaşdıramsa, həmin mərtəbənin sağındakı rəqəmə baxıram. 5, 6, 7, 8, 9 olanda bu rəqəm 1 vaid artır. Oldu 3. Solundakılar olduğu kimi yazılır. Sağındakılar da 0'a getdi. Artıq sıfırları da buradan silə bilərik. 26 tam %83. Cavab B bəndi. Keçdilədik digər misala. 105'in üstünə nə gəlsəm əgər 350 alaram deyib tapmaq üçün, o nə ifadəsi, yəni x çıx 25 bərabərdir. Cəmdən məlum toplananı çıxırıq. 350-dən 105'i çıxdım. Buradan aldım ki, x çıx 25 bərabərdir 245'ə. Məchul azılanı taparkən fərqlə çıxılanı toplayırıq. X bərabər 245 üstə gəl 25'dən 270. Cavab C bəndi. Keçdik 37. Şərtini ödəyən ən böyük və ən kiçik natural ədədlərin cəmi. Bu şərti ödəyən, yəni x-imiz 115'dən böyük, ən kiçik olması üçün 116 olacaq. 205'dən kiçik, ən böyük olması üçün 204 olacaq. Bunların da cəmi. 4 ilə 6'ını toplayanda 10. 0 yazdım, 1 yadda. 1 ilə 0'ı topladım 1, yaddaki 1 ilə 2. 1 ilə 2'ni topladım 3. 320. Cavab A bəndi. 2C topla D 40'a bərabər olarsa. Şunlar, mən burada 8C topla 4D'ni baxın necə yazıram. 4 vur 2C topla 4 vur D şəklində. 4 bu ikisində də ortaq olduğuna görə 4'ü mötərizə xaricinə çıxartdım. Burada alındı 2C topla D mötərizədə. Hansı ki az əvvəl biz burada gördük ki 4 vurulsun. 2C topla D'nin də qiyməti neçədir? 40. Yerinə yazdım. 4'ü 40'a vurdum. Cavab oldu 160. Y bəndi. Sonra keçdik 39 nömrəli suala. Birinci usta saatda 24 detal, ikinci isə 20 detal hazırlayır. Onlar eyni zamanda işə başlasalar 352 detaldan neçəsini birinci usta hazırlamış olar. Uşaqlar, ikisi birlikdə. Birincisi 24 hazırlayır, ikincisi 20 hazırlayır deyək. İkisi birlikdə birinci və ikinci yazdım. Birinci və ikinci birlikdə 44 detal hazırlayır. Deməli bu 352'ni 44'e böləcəm. Görək. Aha, neçə detal hazırlayar? Hansına neçə detal düşər? Yəni 352'ni bölürük 44'e. 352 bölünsün 44. Yəni uşaqlar 44'dən 24 payı birinci usta hazırlayır. Yəni 44'e bölüb 24'e vuracağım. İndi 44'e böləndə 352'nin içərisində 44 neçə dəfə yerləşər? 8 dəfə ola bilər məncə. 8 vur 4 32. 2 yazdım 3 yadda. 8 vur 4 32 yaddakı 3 ilə 35. Çıxdıq 0'a 8 dəfə. Deməli 8'i 24'e vuracağım. 8 vur 24 pay bunundur. 8 vur 20 payda digərinindir. Deməli ikinci usta 8 vur 20'dən 160 detal hazırlayır. Bu da 8 vurulsun 24'dən 192 detal hazırlayır. Cavab D. Son 40 nömrəli suala baxırıq. 40 nömrəli sualda uzunluğu 650 metr. 650 metr. Eni isə 400 metr olan düzbucaqlı şəklindəki parkın sahəsini hektarla hesablayın. Sahə necə tapılır uşaqlar? N ilə uzunluq bir-birinə vurulurdu. S bərabərdir A vurulsun B. İndi 650'ni vurmalıyıq burada 400'ə. 65'i 4'e vurdum. 65'i 4'e vuranda elədi 260. Vergüldən sağda yuvarlaq ədədlərə vurarkən vergül nəzərə alınmadan vurma əməli yerinə yetirilir. Sonra buradakı sıfırlar hasilin sağına əlavə olunur. İndi hektar, uşaqlar yadda saxlamaq lazım. 1 hektar 10.000 kvadrat metrdir. Nə qədərdir? 10.000 kvadrat metr. Deməli, kvadrat metrdən mən hektara keçmək istəyirəmsə 10.000'ə bölməliyəm. Yəni, nə etməliyik? Burada 10.000'ə böləndə sağındakı 4 sıfır nə gedəsdir? Və cavabımız olası 26H. Yəni hektar. 26 hektar. Cavab D bəndi. Yaxşı, sağ olun. Gələn sınaq izahlarında görüşənədək.